Salam, hər vaxtınız xeyir olsun. Mən coğrafiya müəllimi Tural müəllim. Bugünkü videoda sizlərə kartoqrafik təsvir vasitələrində miqyasa əsasən məsafələrin və sahələrin hesablanmasını izah edəcəm. Məsafələri hesablamaq üçün aşağıdakı düsturlardan istifadə edilir. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni miqyasın kəmiyyətinə vururuq. Miqyasın kəmiyyətini tapmaq üçün həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Xəritədəki məsafəni tapmaq üçün isə həqiqi məsafəni miqyasın kəmiyyətinə bölürük. Gəlin məsələlər üzərində izaha baxaq. Sual 1. Bir bölünsün 500 min miqyaslı xəritədə A və B məntəqələri arasında məsafə 7 sm-dir. Bu məntəqələr arasında yer səthi üzərində həqiqi məsafəni təyin edin. Miqyasımız 1 bölünsün 500 min. Miqyasın kəmiyyətini kilometrlə ifadə etmək üçün 100 minə bölürük. Miqyasın kəmiyyəti 1 sm-də 5 kilometr, xəritədəki məsafə 7 sm, həqiqi məsafəni tapaq. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni miqyasın kəmiyyətinə vururuq. Yəni 7-ni 5-ə vururuq. Cavab 35 kilometr. Həqiqi məsafəmiz 35 kilometr oldu. Sual 2. A və B məntəqələri arasında həqiqi məsafə 1500 kilometrdirsə, miqyası 1 bölünsün 10 milyon olan xəritədə bu məsafə neçə santimetr olar? Həqiqi məsafə 1500 kilometr. Miqyas 1 bölünsün 10 milyon. Kilometrlə ifadə etmək üçün 100 minə bölürük. Miqyasın kəmiyyəti 1 santimetrdə 100 kilometr. Xəritədəki məsafəni tapaq. Xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni miqyasın kəmiyyətinə bölürük. Yəni 1500-ü 100-ə böləcəyik. Cavab 15 sm. Xəritə üzərində məsafə 15 sm. Sual 3. Yer səthində iki məntəqə arasındakı məsafə 28 kilometrdir. Xəritədə bu məsafənin 4 sm olduğunu bilərək xəritənin miqyasını tapın. Həqiqi məsafə 28 kilometrdir. Xəritədəki məsafə 4 sm. Miqyasın kəmiyyətini tapaq. Miqyası tapmaq üçün həqiqi məsafəni xəritədəki məsafəyə böləcəyik. 28-i 4-ə böləndə 7. 1 sm-də 7 kilometr. Bu aldığımız cavab izahlı miqyasdır. Aldığımız cavabı ədədi miqyasa çevirmək üçün 100 minə vururuq. Deməli, xəritənin miqyası 1 bölünsün 700 min. Cavab 1 bölünsün 700 min. Sual 4. Miqyası 1 bölünsün 250 min olan birinci xəritədə iki məntəqə arasındakı məsafə 8 sm-dir. İkinci xəritədə bu məsafənin 16 sm olduğunu bilərək miqyası tapın. Yəni ikinci xəritənin miqyasını tapın. Bu iki hissəli bir məsələdir. Əvvəlcə birinci xəritədə həqiqi məsafəni tapaq. Çünki birinci xəritədə miqyası da verib, xəritədəki məsafəni də verib. Miqyasımız 1 bölünsün 250 min. Kilometrlə ifadə etmək üçün 100 minə bölürük. Miqyasın kəmiyyəti 1 sm-də 2,5 km, xəritədəki məsafə isə 8 sm-dir. Birinci xəritədə həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni miqyasın kəmiyyətinə vururuq, yəni 8-i 2,5 km vuracağıq. Birinci xəritədə həqiqi məsafə 20 km. Birinci xəritədən aldığımız cavaba əsasən ikinci xəritəni hesablayaq. Həqiqi məsafə 20 km. İkinci xəritədəki məsafə 16 sm. Miqyasın kəmiyyətini tapmalıyıq. İkinci xəritənin miqyasını tapmalıyıq. Miqyası tapmaq üçün həqiqi məsafəni böldük xəritədəki məsafəyə. 20-ni böləcəyik 16-ya. 1,25. Bu aldığımız cavab izahlı miqyasdır. Yəni 1 sm-də 1,25 km. Aldığımız cavabı ədədi miqyasa çevirmək üçün 100 minə vururuq. Cavab 1 bölünsün 125 min. İkinci xəritənin miqyası 1 bölünsün 125 min. Sual 5. Xətti miqyası ədədi miqyasa çevirin. Əvvəlcə xətti miqyasın kəmiyyəti nə ilə ifadə olunub ona baxırıq. Baxırıq ki, kilometrlə ifadə olunub. Sonra sıfırdan sağa baxanda görürük ki, miqyasın kəmiyyəti 1 sm-də 10 km-dir. Bu izahlı miqyas olduğu üçün ədədi miqyasa çeviririk. Bir də bunu 10-u vururuq 100 minə. O da eləyir 1 milyon. Yəni cavab 1 bölünsün 1 milyon. Ədədi miqyas. Sahələrin hesablanması üçün isə bu düsturlardan istifadə edirik.
Həqiqi sahəni tapanda xəritədəki sahəni miqyasın kəmiyyətinin kvadratına vururuq. Miqyasın kəmiyyətini tapanda kök altında həqiqi sahəni xəritədəki sahəyə bölürük. Xəritədəki sahəni tapanda isə həqiqi sahəni bölürük miqyasın kəmiyyətinin kvadratına. Məsələlər üzərində izaha baxaq. Yer səthində eni 50 km, uzunluğu isə 75 km olan ərazi 1/2.500.000 miqyaslı xəritədə neçə kvadrat santimetr tutar? Yəni yer tutar. Həqiqi sahəni tapmaq üçün əvvəlcə eni vururuq uzunluğa. 50-ni 75-ə vuranda 3750 kvadrat kilometr. Miqyasın kəmiyyəti kilometrlə ifadə etmək üçün, kvadrat kilometrlə ifadə etmək üçün bölürük 100.000-ə. O da edir 1 santimetr 25 kilometr. Daha sonra miqyasın kəmiyyətini kvadrata yüksəldirik. Yəni 25-in kvadratı 625. Daha sonra isə xəritədəki sahəni tapaq. Xəritədəki sahəni tapmaq üçün isə həqiqi sahəni bölürük miqyasın kəmiyyətinin kvadratına. Yəni 3750-ni böləcək 625-ə, cavab 6 kvadrat santimetr. Sual 2. Həqiqi sahəsi 225 kvadrat kilometr olan su hövzəsinin xəritədə sahəsi 9 kvadrat santimetrdir. Miqyası tapın. Həqiqi sahəni verib 225 kvadrat kilometr. Xəritədəki sahə 9 kvadrat santimetr. Miqyası tapmaq üçün isə kök altında həqiqi sahəni xəritədəki sahəyə böləcəyik. Yəni 225-i 9-a böləcəyik kök altında. 225-i 9-a böləndə cavab 25 edir. 25-dən də kök çıxır 5. 1 santimetrdə 5 kilometr. Bu izahlı miqyasdır. Ədədi miqyasa çevirmək üçün isə 100.000-ə vururuq. 1/500.000. Sual 3. Miqyası 1/150.000 olan xəritədə şoranlığın sahəsi 4 kvadrat santimetr olarsa, onun həqiqi sahəsini hesablayın. Miqyasın kəmiyyətini tapmaq üçün 100.000-ə bölürdük. 1 santimetrdə 1,5 kilometr. Daha sonra miqyasın kəmiyyətini kvadrata yüksəldirik. 1,5-i kvadrata yüksəldəndə 2,25. Miqyasın kəmiyyəti 2,25 kvadrat kilometr. Xəritədəki sahə 4 kvadrat santimetr. Həqiqi sahəni tapın. Həqiqi sahəni tapan zaman xəritədəki sahəni vururduq miqyasın kəmiyyətinin kvadratına. Yəni 4-ü vuracağıq 2,25-ə. O deyilir 9 kvadrat kilometr. Cavab 9 kvadrat kilometr. Həqiqi sahə. Xəritə üzərində yerləşən obyektlərin sahəsini hesablamaq üçün hər tərəfi 15 santimetrə bərabər olan kvadratlara bölünmüş şəffaf lövhədən istifadə olunur. Ona paletka deyilir. Paletkanın bir daması 125 kvadrat santimetrdir. Yəni 4 dama 1 kvadrat santimetrə uyğun gəlir. Burada əyani olaraq da vermişəm. Bir damanın hər tərəfi 15 santimetr, sahəsi 125 kvadrat santimetr. 4 damanın sahəsi isə 1 kvadrat santimetrə bərabər olur. Gəlin məsələyə baxaq. Yer səthində əkin sahəsi 112 kvadrat kilometrdir. Xəritənin miqyası 1/400.000 olarsa, xəritə üzərinə yerləşdirilmiş paletkanın damalarının sayını hesablayın və dəftərinizdə işarələyin. Nəzərə alın ki, paletkanın bir daması 125 kvadrat santimetrdir. Miqyasımızı verib, həqiqi sahəni verib. Xəritədəki sahəni tapaq əvvəlcə. 1/400.000-i 100.000-ə böləcəyik ki, miqyasın kəmiyyətini kilometrlə ifadə etmək üçün. O deyir 1 santimetrdə 4 kilometr. Miqyasın kəmiyyətini kvadrata yüksəldirik. 4-ü kvadrata yüksəldəndə 16. Həqiqi sahəni verib 112 kvadrat kilometr. Miqyası verib 16. Xəritədəki sahəni tapanda həqiqi sahəni bölüb miqyasın kəmiyyətinin kvadratına, yəni 112-ni böləcək 16-ya, o deyilir 7 kvadrat santimetr. Paletka üzərində hesablamaq üçün, damaların sayını müəyyənləşdirmək üçün, biz dedik ki, paletkanın 4 daması 1 kvadrat santimetrdir. Düzdürmü? 4 dama 1 kvadrat santimetrdirsə, tənasüb qururuq. X dama isə 7 kvadrat santimetrdir. Buradan cavab alırıq ki, x bərabərdir 4 vurulsun 7, 28 dama.